Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bilirik ki, artıq MİQ imtahanlarına az qalıb və mən MİQ-dən öncə dərs videoları çəkmək əvəzinə sizə belə daha çox motivasiya verəcək, sizə imtahanda, imtahan məqamında daha çox köməklik edəcək məqamlara toxunmaq istədim. Bilirsiniz ki, artıq ödənişin yekunlaşması ilə bağlı qərar çıxıb. Ayın 6-sı 15:00-dan ayın 9-u 15:00 kimi 60 manat 40 qəpik ödənişiniz var. İnşallah ki, səhifəyə kart nömrəsi yüklənəcək və orada ödənişinizi edə biləcəksiniz. Hər kəsə uğurlar arzulayıram. İndi isə gəlin MİQ-də diqqət edəcəyimiz vacib məqamlara baxırıq. Bunlardan 5 dənəsi bizim suallar üzərindədir. Digər 5 dənəsi isə ümumi diqqət edəcəyimiz məsələlərdir. Ən birinci məqamımız nədir? Birinci məqamımız bizim suallarda qarşımıza çıxan uyğundur, uyğun deyil məsələsi. Yəni hansı ki, bizim qarşımıza imtahanda uyğundur və yaxud da uyğun deyil məsələsi çıxanda biz başlayırıq o qədər həyəcanlı oluruq ki, o qədər imtahan stresini üzərimizdən ata bilmirik ki, uyğun olanı uyğun olmayan kimi görürük və yaxud da uyğun deyili uyğundur kimi başa düşürük. Ona görə də belə məqamlarda diqqətli olun və yaxud da uyğunluğu müəyyən edin, uyğunsuzluğu müəyyən edin. Yəni bu vacib, yəni diqqət etməli olduğumuz əsas məqamlardandır. Və yaxud da aiddir, aid deyil cümləsi, kəlməsi. Məsələn, aiddir, bizə deyir ki, situasiyaya aiddir və yaxud da situasiyaya aid deyil. Belə məqamlarda müəllimlər avtomatik, gördülər A variantı aiddir, götürürlər variantı. Nəyə görə? Vaxta görə, yenə də deyirəm, həyəcana görə. Amma bütün bunları bilirəm. Məsələn, əlimizin altında kitabça olduqda bizə daha rahatdır həmin o kitabçanı idarə eləmək. Çünki kitabda olduqda altından xətt çəkirik, işarələyirik ki, bizdən uyğun olanı istəyir, aid olanı mı istəyir, doğrunu mu istəyir, yanlışı mı istəyir. Amma həmin orada kompüterdə olduğuna görə suallar bizim biraz onu işarə eləməyimiz çətin olduğu üçün vacibdir ki, biz ancaq diqqətimizi idarə edək, həyəcanımızı idarə edək ki, baxaq ki, görək bizdən nə istəyir dəqiq olaraq. Üçüncüsü yenə də eyni məqamlardan biridir. Doğrudur, doğru deyil məsələsi. Məsələn, sizə deyir ki, situasiya əsasən doğru fikri seçin və yaxud da situasiya əsasən doğru olmayan fikri seçin və yaxud da situasiya əsasən yanlış fikri seçin. Müəllimin məsələn davranışına əsasən yanlış fikri seçin. Bu kəlmələrdə diqqətli oluruq. Yəni bu kəlmələrdə diqqətli oluruqsa, yəni siz əmin olun ki, 10 dənə sualı qarşıya atmış olursunuz. Yəni 10 dənə sualı dəqiq şəkildə yazmış olursunuz. Növbəti məqamımız cədvəl suallardır. Ən çox bizi qarışdıran məqam. Cədvəllərdə bizdən indi hal-hazırda doğru olanlar, əvvəllər uyğunluğu və yaxud da uyğunsuzluğu başlığı altında verirdi. Uyğunluğu deyilsə doğruda doğru, yanlışdakı yanlış fikri götürürük. Dəyərli müəllimlər, hər dəfə bunu qeyd edirik. Doğru da doğru, yanlış da yanlış. Belə bizə bir cədvəl verib. Bu cədvəldə burada doğrular istəyir bizdən, burada da yanlışlar istəyir. Diqqətli oluruq. Burada da 2 dənə fikir olur, burada da 2 dənə fikir olur. Doğrunun altındakı doğrunu götürməlisiniz. Yanlışın altındakı doğrunu götürmürsünüz. Uyğunluğu istəyirsə, yanlışın altındakı da yanlışı seçməlisiniz. Uyğunsuzluğu əgər bizdən istəyirsə, uyğunsuzluğu deyirsə, o zaman doğrunun altındakı yanlışı, yanlışın altındakı doğrunu, əksini götürürsünüz. Hal-hazırda belədir. Bizə deyir ki, məsələn, cədvələ əsasən doğru fikirlər seçin. Doğru fikirlər deyirsə, bu demək deyil, doğrunun altındakı doğru, yanlışın da altındakı doğru. Xeyr, yəni doğru, yəni uyğunluq deməkdir. Doğrunun altındakı doğrunu, yanlışın altındakı yanlışı. Yanlış olanları istəyirsə, doğrunun altındakı yenə də əksini, yanlışı, yanlışın altındakı doğrunu götürəcəksiniz. Daha sonra diqqət edəcəyimiz məqam bizim açar sözlərimizdir. Hansı ki, bizim ümumi açar sözlərimiz var ki, məsələn, bunlar bilirik ki, 99% hallarda hansı qaydalarda, məsələn, deyirik ki, ən səmərəli həll yolunun tapılması bilirik hardadır? Qərarlar ağacı iş üsulunda. Amma desək ki, problem, məsələn, desək problem üzərində qurulub, bunu biz açar söz kimi deyirik ki, məsələn, bir neçə iş üsulumuzda var. Amma sizi çaşdırmaq üçün yaxın variantda beyin əmləsini də qoya bilər, sinektikanı da qoya bilər, insident üzərində işi də qoya bilər, qərarlar ağacını da qoya bilər. Hamısında problem var. Beyin əmləsində də var, insident üzərində işdə də var. Sadəcə görün sizdən nə istəyir? Problemlə bağlı yaradıcını istəyirsə, beyin əmləsidir. Problemlə bağlı şagirdlərdən həll yolları istəyirsə, insident üzərində işdir. Ən səmərəli həll yolunun tapılmasını istəyirsə, qərarlar ağacıdır. Yəni belə məqamlarda
və yaxud da sinektikada verə bilər. Şagirdlər 2 qrupa bölünüb, biri həll edir, biri problemi deyir, digəri isə həll edirsə, bu da yenə də sinektika işi üsulu olacaq. Ona görə də belə məqamlarda diqqətli olun açar sözlərdə. Məsələn, izah etməkdir, şərh etməkdir. Bunlar birinci anlamaq mərhələsinə aiddir və yaxud da əsaslandırmaq deyirik ki, dəyərləndirməkdir, amma ən vacibini seçib əsaslandırmaq təhlil etməkdir. Yəni bu açar sözləri bilirik, düzdür. 99% hallarda hansısa məsələyə aid olur. Yəni açar sözlər bizim 70% hallarda köməyimizə çatır. Digər 30% hallarda isə bizi çaşdıra bilər. Ona görə də diqqətli oluraq həmin məqamlardan ki, sizdən tam olaraq nə istəyir. İndi isə ümumi məqamlara baxırıq. Müəllimlər, diqqətli oluruq ki, biz imtahandan öncə sənədlərimizi mütləq şəkildə yoxlamalıyıq. Sənədlərimizin yerində olmasından əmin olmalıyıq. Nəyə görə? Çünki imtahan stresi olur, məsələn, səhər açılır, oyanırsınız, görürsünüz hansı sənəd yerində deyil, orada bir qarışıqlıq düşür, imtahan məkanına tez getməlisiniz, yəni biraz, yəni bütün məqamlar qarışır bir-birinə. Ona görə yaxşı olar ki, 2 gün əvvəldən, 3 gün əvvəldən olursa, ən pis variantda bir gün əvvəldən sənədlərinizin hamısının yerində olmasından əmin olun ki, sonra çətinlik yaşamayasınız. İkinci isə son gecə yeni mövzu öyrənməyə çalışmayın. Yalnız qısa qeydlər nəzərdən keçirin. Bu müəllimlərin mənə ən çox verdiyi sualdır. Müəllim, mən dərs oxuyummu? Müəllim, mən məsələn imtahana bir gün əvvəl nə isə oxuyum, hansısa sınağı testi işləyim? Qətiyyən eləməyin. Yəni necə? Yenə də deyirəm, hansı ki siz bildiyiniz bir şeyi təkrarlamağa çalışın, bildiyiniz bir şeyi yadınıza salmağa çalışın. Amma yeni bir şey öyrənməyə çalışsınız ki, aha birdən bu sabah mənim qarşıma çıxar. Bu avtomatik sizin beyninizi yorur imtahana bir gün əvvəl. Digər bildiyiniz mövzuları da qatır bir-birinə. Ona görə hansısa mövzunu bilmirsinizsə, onu saxlamayın ki, imtahandan bir gün əvvəl oxuyaram. Xeyr, yəni o variantı ağlınızdan çıxarın. Çünki bu sizi harasa bir 40% geri atacaq. Ona görə də siz əksinə bildiyiniz o qısa qeydləriniz varsa, bildiyiniz bir mövzular varsa, onların üzərində qısa qeydləri nəzərdən keçirin. Yeni mövzunu qətiyyən öyrənməyə çalışmayın. Bir gün əvvəldən bütün günü dərs oxumayın. Üçüncüsü isə normal yuxunun yatılmasıdır. Məsələn, bu ən vacib faktorlardan biridir. Mən MİQ imtahanına gedəndə həyəcanla normal yata bilmədiyim üçün imtahana səhər oyanandan başım ağrıdı, imtahana gedəndə də başım ağrıdı. Az qala, yəni gözlərim əməllicə yerindən çıxırdı da. Ona görə İmtahandan bir gün əvvəl normal yuxu yatın. Yəni tez yatın, normal qidalanın, normal nə bilim çay için, yemək yeyin imtahana getməmişdən əvvəl. Yoxsa ay imtahan, yəni düşünməyin ki, bu imtahan mən az yığdımsa nə olacaq, necə olacaq, nə başıma gələcək. Düzdür, yəni bunu demək kənardan biri üçün demək asandır. Sizi başa düşürəm. Bu miqdən mən də keçmişəm, bilirəm. Yəni heç kimin həmin anda dediyi heç kimə təsir etmir. Amma yəni ən azından heç kim bizə yox, daxili motivasiyamızı qorumağa çalışmalıyıq. Yəni ancaq həyatımız bu imtahandan ibarətdir demək yox. Yəni yeri gəlsə gələn il bir də hazırlaşarsınız, növbəti il bir də hazırlaşarsınız. Yəni Allah həqiqətən də əziyyət çəkən heç bir kəsin əziyyətini yerdə qoymur. Ona görə də normal yuxunuzu yatmağa çalışın. İmtahana gedib çatdıqdan sonra vaxtı düzgün bölün. İmtahanda, imtahan həyətində çalışın ki, orada bir çox müəllimlər olacaq da. Yəni çalışmayın ki, onlarla dialoqa girəsiniz. O sizə həyəcan. Görürsüz ki, yəni bir müəllim həyəcanlıdır, ancaq sizə həyəcanlı falan danışır. Görəsən necə olacaq? Görürsüz gücü sizdə stressə salır. Yəni uzaqlaşın tamamilə həmin insandan. Heç vaxt yanında durub ondan danışmayın, söhbət eləməyin. Çünki o sizə də təsir eləyəcək artıq. Özünüzün ixtiyarsız siz də həmin o həyəcanla düşəcəksiniz. Və imtahana gedib çatanda vaxtı düzgün bölün. Məsələn, mən çox elədiyim yanlış oydu ki, MİQ-də mən birinci dəfə gedəndə mən özüm üçün yüksək bal hədəfləmişdim. Sualları çevirirəm, baxıram, ay bunu bilmirəm, düşdü balım aşağı, bunu da bilmirəm, mən bunu necə yazacağam, vay bu da çətin sualdır. Yəni bu adama o qədər pis təsir eləyir ki, həm vaxt itkisidir, həm özümüzü stressə salırıq, həm motivasiyadan düşürük. Ona görə də sualların hamısını çevirib baxmayın ki, görün mən burada nə bildiyim var, nə qədər bilmədiyim var. Yəni bunu qətiyyən eləməyin. Ona görə burada yazmışam ki, sualları çevirib baxmayın. Vaxtını düzgün, yəni bilirsiniz də, ən çox biz daha çox ixtisasa vaxt ayırırıq, amma bilirik ki, yəni kurikulum da bizim köməyimizə çatan, yəni 20 bal da bizə kurikulum verir. Ona görə kurikuluma da müəyyən qədər vaxt ayırmağı nəzərdə saxlayın. Yəni 90% hallarda mənim nə işləyirəm ki, mən kurikulumu vaxt saxlaya bilmədim, mən əsas ixtisası yazdım, mən vaxta az qaldı, bir də gördüm kurikulum qaldı. Qətiyyən belə şeylər eləməyin. Yəni vaxtın düzgün bölməyə çalışın. Daha sonra diqqət edəcəyimiz bir məqam, çətin sualı işarələyib
sona saxlamaqda. Məsələn, həmin o biz çətin sualın üzərində işləməyin. Çətin sualın üzərində qalmayın. Durub qalmayın ki, ay Allah, bu çətin sual necə olacaq? Mən bunu yaza bilmirəm. Durub onun üzərində vaxt itirdikcə bu sizi daha da geri atacaq. Vaxtınızın itməsinə səbəb olacaq, həyəcanınızın artmasına səbəb olacaq. Ona görə də çətin sualı biz işarələyirik. Orada sizə A4-lər verirlər istəsəz. Qeyd edirsiniz A4-ün üzərində, qalır. Yadda saxlayırsınız ki, bu sualı mən ən sonda gəlib işləyəcəm. Onun üzərində vaxt itirməyin. Və ən vacib məqamımız isə həyəcanımızın idarə olunmasıdır ki, həyəcanımızı düzgün idarə etməyi bacarmalıyıq. Əgər biz həyəcanımızı idarə edə bilməsək, əgər biz bunu həyatımızın sonu kimi düşünsək imtahanı, əlbəttə ki, uğur qazana bilməyəcəyik. Ona görə nə qədər həyəcanlı olsaq belə, bir də çalışın imtahana gedəndə özünüzlə yanınızda çox adam gəlməsin. Çünki bu öz də təsir edən bir faktorlardandır ki, nəsən bilirsiniz ki, aha, sizdə çöldə sizi kimsə gözləyir, mən çıxıb onlara birdən az olsa nə deyəcəm? Bu məqamlar bizə təsir edən məqamlardır. Bir də vacib bir məqam da odur ki, imtahanda yadınızda qalsın ki, sizə birinci, ikinci sualı hər zaman, yəni həm ixtisasdan, həm də kurikulumdan maksimum, yəni 3-4 sualı çətin qoyurlar ki, başlayan kimi yorulasınız, vaxt itirəsiniz həmin sualı və növbəti suallara artıq hal qalmasın. Ona görə də bu məqamlarda diqqətli olun. Yəni gördünüz ki, çətindir, çevirin növbəti sualı işləyin də, yəni qarşınıza çıxan bütün asan sualları işləyin, sonra qeyd elədiyiniz vacib məqamlara dönərsiniz. Belə deyəli müəllimlər, mənim diqqət yetirəcəyiniz vacib məqamların hər birini sizə çatdırdım. İnşallah ki, sizə qaranlıq qalan heç bir məqam yoxdur və çalışın ki, yenə də deyirəm, həyəcanınızı yenəsiniz, həyəcanınızı idarə edə biləsiniz, emosiyalarınızı idarə edə biləsiniz ki, burada da bizə Qolmanın emosional intellekt nəzəriyyəsi köməyimizə çatır. İnşallah ki, hər birinizin yüksək nəticə toplayacağına əminəm. Hər birinizə uğurlar arzulayıram. Nəticənizdən asılı olmayaraq hər bir müəllim mənim üçün çox dəyərlidir.